Allah'ın salamı olsun İslam əhlinə. Cümləniz mübarək olsun. Bu günlərim İmam Hüseynin mövludu gündür. O münasibətlə möminləri təbrik edirəm. Bu günlərim istəyərdim o mövzuya toxunaq ki, biz məsəl üçün xalq olaraq, millətlər ümumiyyətlə hər hansısa bir dəyişikliklərdə hökumətdə günah görür. Amma əsas məsələ yaddan çıxır ki, məsələn, amma hamıda billahi heç kimə də sir deyil ki, hakimiyyətlərin üzərində qüvvə var ki, hansı ki təsir edir. İyonun da üzərində, onun üzərində bu 7 mərtəbə gedir. Üst mərtəbə elmi iblisdən alır deyə bütün bəşəriyyətə düşməndir. Bütün insana, Allah and olsun. Yəni, dinindən, millətindən asılı olmayaraq, məzhəbindən asılı olmayaraq bütün insanlara bunlar düşmandır. Bunların dünyanı idarə etmək nəticəsi bu günlərim dünyada görsənir. Məsələn, bax, görün, nə cür idarə edirlər. Hər yer qarışıb, hər yer qarışıb. Bugün məsəl üçün din xadimləri bu ictimai proseslərdən danışmırlar. Elə keçmişdə falan şey olmuşdu, bəhmən şey olmuşdu, namazı qılın, yuxunu yatın. Bu dindarlıq deyir, Allah'ın olsun. Nətər deyim, o tək olan yaradıcı Allah ki var, o Allah'ı tanıyan kəs başqasının talihinə görə narahat deyirsə, o Allah'ı tanımamışdır. Yəni bunu bizə şərəfli Peyğəmbərimiz deyir. Bir aylın baxın da, yəni məsəl üçün biri var, nəysə boşuna deyim, bir baxın da, dünyada gedən prosesə baxın, hər yerdə. Hər kəsin millət düşkün ediblər, hamının torpaq, millət falan filan başı qarışıb buralığa, amma ahirətdə elə bizim elə bir söhbətimiz yoxdur axı ki, ahirətdə deyirlər nə milləti idin, orada nağara bildin, neyini. Əsas məsələlər var, əsas məsələlər. Həmən məclis bu günlərim dünyaya faraonluq edir, Allah hamd olsun. Həmən məclis bugün dünyaya mən dövlət başçılarında Atacanı başqa şey görə demirəm, Allah hamd olsun, Allah təala şahiddir. Dövlət başçılarını da qınamıram, nə mənada ki, onlar iblisin hiləsi ilə insanları aldada bilir. Necə ki, biz allanmışıq, siz allanmışsınız. Elə də dövlət başçıdır, sənin kimi, mənim kimi bir adam da allanıb. Burada heç problem yoxdur. Ona görə ilk növbədə istəyərdim ki, o məclisdə, dövlət rəhbərləri də, dövlət məmurları da dərk eləyərlər bu halı. Həqiqi baxarlar prosesə, gedən prosesə ki, bunlar həqiqətən bəşəriyyətə düşmandılar. Aylarlar, onlardan çəkilərlər. Çünki bunlar heç kimdən dost deyil. Bunlar bugün sənlə dostluq eləyib, başqasına qarşı birləşir, sabahların başqası ilə birləşib, sənə qarşı düşman olur. Atacana, Allah hamd olsun. Bu günlər məsəl üçün Fələstindəki hal, Allah hamd olsun, yaxın zamanda onların planı ilə bütün dünyanı gözləyir. Bugün baxın da, məsələn, cəmaət orada çadırada yatır, içi su, körpə uşaqlar, məsəl üçün də biz anlatmışıq isti evdə. Nətər deyim, vicdanı susturmaqdan da ötəri gücü verir, ibadətə hirənsən şey olur. İmam Baqir bu barədə deyir ki, axır zamanda onlar deyir, nadanlardır, din əhlin, Allah hamd olsun, nadanlar deyir ki, vicdanlarını susturmaq üçün gücü veriblər ibadətə, heç bir ictimai prosesdə iştirakları yoxdur, ancaq özlərinə zərər olmayan yerlərdə onlar var. Bu günlərə məsələn, mən bunu deyəcəm, məzərər yazısı demir. Əgərlərim bu dünya həvəs salınacaq, maraq salınacaq yer olsaydı, sizin ağlınızla onda belə çıxır ki, İmam Hüseyin ağılsız idi ki, bu söhbətlərə qarşı gəldi. Təbii ki, ağılsız deyil idi, təbii ki. Nətər deyim, Allahın hökmü yerinə yetirirdi ki, Allah Teala bizi bu dünyada təmin eləyəcək qədər hər şeyimizi verib. Hər şey bizi üçün nə lazımdır eləyib, Quran kitabında göndərib ki, sahibiniz var da, yəni burada tək döyürsünüz. Allahın himayəsində olan kəsə kim ağara bilər? Sənilik bir Allahın sözünü deyəndən ol. Bunu cürbəcür Quranda məsələlərlə, məsələn, Musa Peyğəmbərin hadisəsi ilə, Nuh Peyğəmbərin hadisəsi ilə, hər Peyğəmbərin hadisəsi ilə bizə məsəl çəkir. Onu nağıl danışmır ki, məsəl çəkir ki, yəni yetər ki, bir kəs Allahın dediyini desin, o kəsin dalında da Allah. Allah Teala onu himayə eləyir, Allahın himayəsi bəs eləyir. Nə texnika, nə əskər, nə falan bəhmən, məsəl üçün. Allah Teala'nın verdiyi ruhu
ruhla bugün hər kəs var. Hər kəs. O BTR sürən də, məsəl üçün, o dövlət başçısı da, o nə bilim DTX-çisi də, məsəl üçün. Başa düşürsünüz nə demək istəyirəm? Yəni Allah Taala ona izin verdiyin o eləyə bilir. O elə bilir, məsəl üçün ki, özünü idarə eləyir, amma onu idarə edən Allahdır. İstəyərdim ki, nətər deyim, dinindən, millətindən, məzhəbindən asılı olmayaraq bu məclisə qarşı hamımız bir toplaşaq. Bu məclisə qarşı, həmən o məclis ki var, dünyanı idarə edir. Onlara qarşı, onlar çünki bəşəriyyətə düşmandır, sənə də düşmandır, mənə də. Bugün əgər düşünürsən ki, Fələstindən olan hadisədən mənə nə? Quran haqqı sənə də dəxli var. Allaha and olsun, sənə də dəxli var. Sabahlarım o halı sənə də götürür. Onların məclisinin, bu günlərin planında 4,6 milyard insanı azaltmaq niyyətləri var. Bu da ümumi insanın 50-75% deməkdir. Nə bilirsən sən hansının içindəsən, 50-də, 75-də, yoxsa o qalan 25-də? Başa düşürsünüz nə demək istəyirəm? Yəni bu günlərim bu müharibə qaçılmazdır. Bunlar planlayırlar. Yetişat da görsədir onu. Orada Kürt Türkiyə qalxdı, burada falan şey oldu, o yüzden bəhmən şey oldu. Yunanistan, nə bilim, Kanada, nə bilim, Amerikano, nə bilim falan. Option görürsünüz nə proseduru. Prinsipi görürsünüz. Mən istəyərəm ki, birlik olaraq, bir əməllə, onlar arası ki, məsəl üçün, hər şeyi siyasi həll edir, oyun oynayırlar, belə deyək. O oyun oynayırlar, gəlin bizdə Allaha xatir bir əməllə iki iş görmüş olaq. Həm Fələstin millətinin halına az da olmuş, elə bil yaşamış olağın çətinliyi verək özümüzə. Ki o halı başa düşə bilək, çünki o hal gözləyir bizi. Həm o barədə, həm də o məclisə müəyyən qədər, nətər deyim, iqtisadiyyətin zəiflətmək məqsədi ilə onların əsas gəlirləri nədir? Neftdir, qazdır, qızıldır, filandır, bəhməndir. Bacardığınız qədər maşın sürməyin. Elə bir müharibə şəraitindəsən, buraları bombalayıblar. Məsəl üçün, maşınsızsan, ura qaçsan. Bir həftə boykot elan eləyək. Məsələn, bacardığımız qədər minimal xərclər, minimal alver, nə bilim, kartuşka soyutması ye. Даже qızartma ki, yağdan istifadə eləmiş olmayasan, məsəl üçün. Kartuşka soyutması yeyək gün, maşından qəti istifadə eləməyək, neft, qaz falan, alverləri dayandıraq. Bacardığımız qədər minimal səviyyədə hər şey, minimal, hər şeyi minimal. Yəni bu, hər şeyin ki qiyməti qalxır abi, benzin, neft falan, bəhmən, ərzaq, sigaret, hər şey. O həmən məclisin, nətər deyim, nizamlaması ilə qalxır, yenir, oynayır. Gəlin həm Fələstin millətinə bu cürlə dəstəyimizi göstərək, həm də qiymətin, nətər deyim, səsimizi eşidərlər, bəlkə qiymətdə aşağı salarlar, bəlkə də irəliləyiş olar, inşallah Allahın izni ilə. Əgərlərim, məsələn, bu bir həftə nəticə verməzsə, davam eləyəyin boykotu, davam eləyəyin nəticə verənə qədər fitnələrin dayandırsınlar bütün dünyada bu saatların baxında gedən proseslərə. Nə bilim, qurban Allaha, bilirsiniz, hamı biçanə yaraşır, hamı fikirləşir ki, mənə, amma Quran haqqı dəxlisi var, sənə də dəxlisi var, böyük dəxlisi var. Prosto insanların başı qarışıb TikTok'a, təsəvvür edin, TikTok'da baxırsın, görün nə qədər məsəl üçün bu ağılsız bir hərəkətdir ki, 700 neçə manat verirsən, nəsə al, onun da yarısı o atdığın insanın yarısı gedir o insanın, yarısı da gedir o məclisə. Həmən bu cürlə siz o məclisi gücləndirirsiniz. O məclis, məsələn, bugün fikirləşib nə, bitcoin, elektron pullar. Bugün insanlar onun da nətər deyim, mübahisəsinə girərək, mənim balansımda 10 bitcoin var, o birisinin 150 bitcoini var. Onun mübahisəsinə girərək telefonumda bir proqramda göstərir ki, güya nə hesablarımdır, məsələn, bitcoin əldə deyir axı. Sən apar nağdı əlindəki pulu. Nə qədər ağılsız bir hərəkətdir. Apar əlindəki nağdı pulu ver, bitcoin alan sonra ki, ekranda görsənsən ki, sənin bitcoinin var. Yəni o məclisin siz elminə baxın, başına baxın, insanlara qarşı işlətdikləri taktikalara baxın. Yatmıyorsun, proseslərdə yatmıyorsun. Atacan, Allah'ın olsun. Önünüzə yazığınız gəlsin. Düşünməyin ki, yəni sizə dəxli yoxdur. Əgər yəni bu şeylər nəticə verməzsə, ümumi bəşər
onlar ki döyüş açır cəmaata qarşı, ümumi bəşər də cəmaat onlara qarşı topalaşacaq. Bu qaçılmazdır. İnşallah. Yəni bunun hamısı qısa müddətdə görsəniləcək. Qısa müddətdə, bu uzun çəkməyəcək. Biz Hüseyn məktəbinin şagirdiyik. Nətər deyərlər? Can verərik, zillətə baş əymərik əsla. Gərəklərim nətər deyim, bu dünyaya həvəslənib, qorxu ilə, acizliyi ilə nətər deyim, səbri səhv salmayasan. Allah Teala deyir ki, mənim yolumda haqqı tələb elə, addımını at, addımının qarşılığında olan nəticə artıq Allahın icazə verdiyi nəticədir və ona səbr elə. Yoxsa demir at qəlbə yaşa. Atadan Allah'ın olsun. Yəni bunu siz yanlış anlamışsınız ona görə ki, din xadimləri icazəli İslamdan danışır. İcazəli. Onlara deyirlər ki, deyibə bu qədər danış, çox ondan ona olmaz. Onlar da nə deyir? Deyir, namaz qıl, yıxıl yat. Başqa hissət. Bizə keçmişdə falan şey olmuşdu, bəhmən şey olmuşdu. Amma bugünkü ictimai proseslərdən qəti danışmayın. İyi danışmırlar da. Yəni bunlar nətər deyim, həmən məclisin dinin danışanlardandır. Bunlar sizə Allah'ı yanlış tanıtırır. Allah Teala amma siz Quranı oxusunuz ki, başa düşərsiniz ki, Allah Teala hər birimizə, Allah Teala heydir ki, hərəmizə bir kitab yazıb göndərməliydi. Peyğəmbərin vasitəsilə hərəmizə göndərib bunu. Onu oxuyan kəsə Allah Teala müraciət edir. Orada sənlə danışır. Yəni orada onu demək istəyirəm ki, Allah Teala bizə polnusu izah edir ki, həm hər şeyiniz var, həm də ki, mənim himayəmdəsiniz. Narahat olmayın. Yəni biz burada yiyəsiz görürük, sahibsiz görürük. Bizim yiyəmiz aləmlərin Rəbbi, o tək olan, yaradıcı olan Allah'dır. O da bizi himayə eləyəndən sonra bizə nə qorxu var, nə problem var. Nə də ki, bizim nətər deyim, stul zat davamız yoxdur. Ki, bizə stul verin, kreslo verin, yer verin, gedək biz falan yerdə oturaq. Bizim tələbimiz odur ki, insanlara qarşı doğru davranın da. Başqa heç zat. Heç nə, Allah'a əmanət olun. İnşallah düşünürəm ki, nətər deyim, vicdanı olan kəs, Allah'ı tanıyan kəs bu şeyə, nətər deyim, bu zəncirə qatılar. Maşından zatdan vasitələri bunları istifadəsini dayandırar inşallah. Bacardığınız qədər minimal, mənim ac qal. Bacardığın qədər alveriz dayandırın. Görə bu həftədə onların məclisinə bacardığınız qədər iqtisadiyyatı zəiflətmək lazımdır ki, səsimiz yesin, çatsın ki, görsünlər ki, bu həftə stolda nəsə alver yaxşı olmadı. Aha, niyə? Deyə uşaq deyirdi ki, filan. Ki, cəmaata sataşmayın, ilişməyin. Bir də qiymətlərin qalxmağı ilə bağlı olan narazıçılıqlarda başqa burada nə var ki, biz vəhşilik eləmirik, ora-bura cummuruq, haransa yandırmırıq, kimisə öldürmürük, sözü də deyirik. Hər kəsin bu narazıçılıqdır əslində. İndi bir kəs çıxıb hər kəsin əvəzini danışır. Hər kəsin demək istədiyini deyir. Burada nə var ki? Belə deyək, xalqın səsi. Cəmiyyətin elə topalaşıb, cəmiyyətin bir kəs çıxıb söz deyir. Hamının da, yəni bu deyilən sözlərə bilirəm ki, ehtiyacı var. İndi ola bilər yorumlarda 3-4 dənə həmən o cühud uşaqlardan girib yazarlar. Onlara fikir verməyin. Onlara aldanmayın. Allah'a əmanət olun.